Ancaq bağırsağın sekresyasının defekasiyadan, ağırlıq qaldırmaqdan və digər faktorlardan zədələnməsi. Ancaq zamanı pasientlər anus bölgəsində daha çox göynəmə, yanma, şüşə kəsmək kimi, yer cisim hissiyatı, diskomfort, qanama kimi şikayətlərlə gəlirlər. Ancaq ilk 3 həftədə kəskin formada olur. Müalicəsi dərman preparatları vasitəsilə icra olunur, qəbizliyin və ya cəryan qarşısı alınır. Nəticədə pasientlər tam effektiv müalicə ala bilirlər. Əgər 3 həftə ərzində müraciət etmirlərsə, bu zaman xəstəlik artıq xroniki formaya keçir və nəticədə müalicə çətinləşir və ya həmin effektiv nəticə almaq mümkün olmur və hətta xəstələr əməliyyat oluna bilərlər. Ancaq anus bölgəsinin, yəni cırılması olduğu üçün istənilən hər hansı bir amil təkrar çapın əmələ gəlməsinə səbəb ola bilər. Bunlara ən çox ağırlıq qaldırma, defekasiya haqqının düzgün olmaması, qəvizlik və ya cəryan olması və ya digər yanaşı xəstəliklər səbəb ola bilər. Məsələn, xroniki, əgər koliti varsa xəstələrin, xoral koliti varsa və ya kron xəstəliyi və digər xəstəlikləri varsa, ancaq dəfələrlə təkrar oluna bilər.